Biri var idi, onun adını mən qəsdən yaddan çıxartmışam ki, bəzən lazımdır ki, adamın adını yaddan çıxardasan. O Şamdaydı, Şamdan gəldi bir gün, dedilər ki, xəbərim var ki, Abdullahın oğlu özünü Peyğəmbər elan edib. Dedi ki, hə, eşitmişəm, xəbərim var. Dedi ki, bəs yaxşı, nə edəcəksən? Dedi, heç nə iman gətirəcəm. Dedilər ki, axı sənin haruha yaraşır, sənli deyil də bu iş, yəni. Bu sənin yolun deyil, sənə uyğun deyil. Deyir ki, mən maraqlanmışam, araşdırmışam, oradan-buradan soruşmuşam. Bunun işi tutacaq, bu alınacaq. Və kim də əvvəldən qoşulsa, sonra da bir şey əlinə düşər. İnşallah, əlinə də düşdü sonralardan, yəni bundan istifadə elədi. Belələri də var idi. Belələri də var idi ki, hansısa bir məqsəd üçün İslama daxil olurdular. Amma bəziləri bir bəhanə ilə iman gətirirdilər. Bəhanə ilə bu baxımdan ki, bir xislət olurdu istərində ki, onları imana vadar edirdi. Bir müsbət xüsusiyyət səbəbi ilə iman gətirirdilər. Bəzisi ədalət səbəbindən. Ədalət tələb adamdır, dində ədalət görür, din onu cəzb edir. Bəzisi mərdlik səbəbindən, biri həya səbəbindən. Hər kim, hər hansı bir səbəbdən görürsən ki, iman gətirə bilər. Amma bir şəxs bir səbəbdən İslama iman gətiribsə, o xüsusiyyətdə ilişib qala da bilər. Sonradan bütün vücudu ilə tam olaraq bütöv dini də qəbul edə bilər. Bax, önəmli məsələ budur. Bir cəhətdən İslamı qəbul elə. Amma təkcə bir cəhətdə ilişib qalma axıra qədər. Bir cəhət vasitə olsun, bəhanə olsun ki, bütöv sonra başqa hissələrini də tanıyasan İslamın. Digər hissələrini də tanıyıb qəbul eləyəsən. O adamlar ki, bir səbəbdən İslama daxil olurdular, sonradan bütöv İslama təslim olurdular, tədricən onlar imanda önə çıxırdılar. Amma bəziləri qalırdı. Qalırdı elə o bircə dəyərdə. Dində bir hissə buna xoşdur, ona ilişib qalırdı, başqa hissələrini yox. Onlar dindən çıxırdılar ya dinə düşmən olurdular. Bunun içində uyğun bir hissəsi var dinin. O yaxşı şeydir, normal bir şeydir. Bu bir qapıdır, daxil ol. Sonra davam elə, seyr elə və qəbul elə bir sistem olaraq. Bəziləri yox, elə o qapıdan daxil olurdu. Elə dinin ancaq o hissəsi ki, bunun içi ilə uyğundur, həmahəngdir, onu din olaraq bəyənib seçirdi, qalan hissəsinə təslim olmurdu. Həmzə ancaq o mərdlik xüsusiyyətində, qəhrəmanlıq xüsusiyyətində ilişib qalsaydı, başqa fəzilətləri mənimsəməsəydi, o zaman Əliyə təzim eləməzdi, Həzrət Əliyə ehtiram eləməzdi. Əksinə deyərdi ki, mən onunla nəyəm əskiyim. Düzdür, bunun qəhrəmanlığı, mərdliyi cuşa gəldi, Peyğəmbəri himayə elədi, amma təkcə bunda qalsaydı, o zaman inkişaf eləməzdi. Hər adam bir nöqtədən başlayır, eybi yoxdur, tam normal haldır. Amma başlanğıc nöqtəsindən sonra gərək hərəkət eləyəsən, inkişaf eləyəsən. Elələr də vardır ki, ədalət tələbdir. Bəziləri üçün bilirsə, ədalət nədir? Ədalət odur ki, mənə nəsə düşsün. Ədalət axtarır doğrudan da, amma ədalət öz payını əldə eləmək üçün, öz haqqını sırf özü üçündür. Ədalət bunun üçündür ki, mənə düşən düşsün mənə. Sırf bunun da ilişib qalır, ədalət. Başqa bir şey gözü görmür. İş bu yerə çatır ki, Peyğəmbərə deyir ki, ədalətli ol. Peyğəmbərdən